Gileyli bəylər bir gün bir məclis idarə edir. Məclis böyük məclis, imkanlı məclis. Eyni zamanda hörmətli, nüfuzlu qonaqlar. Gileyli bəylər söz növbəsində məclisi layiqincə idarə edir, qonaqları təqdim edir. Ancaq görür ki, yox, təqdim elədiyi qonaqlar quru tərifləri Gileyli bəylərə yağdırır. Ancaq məsələnin maddi tərəfinə qalanda bütün pullar, paralar oxuyan xanımlara, musiqiçilərə xərclənir. Gileyli bəylər görür, yox, belə olmayacaq. Götürür orada bir şeir yazır ki, sən mənim bəxtimə yazılmayıbsan. Mən səni qazana bilmədim, ay pul. Sən mənim bəxtimə yazılmayıbsan, mən səni qazana bilmədim, ay pul. Sən axtarıram ağlım kəsəndən, mən səni qazana bilmədim, ay pul. Baxdım camalına gözüm doymadı, milyon olanlar qəpik qıymadı. Allah imkan verdi, bəndə qoymadı, mən səni qazana bilmədim, ay pul. Səni tapmaq üçün getmədim hara, üst tutdum vətəndən çox uzaqlara. Əlim yara oldu, ayağım yara, mən səni qazana bilmədim, ay pul. Dedim ki, ömrümə bəhər ol, bar ol, demədim könlümə dağ ol, qubar ol. Kimi sevirsənsə get ona yar ol, mən səni qazana bilmədim, ay pul. Gileyli bəylərəm, şeir yazanam, ömrü bahar deyil, ömrü xəzanam. İndən belə səni çətin qazanam, mən səni qazana bilmədim, ay pul. İndən belə səni çətin qazanam, mən səni qazana bilmədim, ay pul.